Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Burada OTK-nın 11-ci sinif 3-cü qrup üzrə test tapşırığının izahını verək, suallarımıza keçid alaq. Burada qeyd edirik ki, 13-cü əsrin sonlarında indiki Pakistan və ona bitişik ərazilərə soxulmaq istəyən Monqollara qarşı mübarizə davam edirdi. Monqol hücumları arasında fasilə yarandıqdan sonra hakimiyyətə yeni sultan gəldi. O Dekan ərazisinə hücum edərək Kavir çayına qədər olan bölgələri ələ keçirdi. Bu təbii ki, bu hökmdar Ələddin Xələcdən söhbət gedir. Ələddin Xələc, yəni Xələclər sülaləsi. İndi buna aid olan, bəhs edilən hadisələr nəticəsində insan ərazisində yeni türk dövlət yarandı, xeyri yanlışdır. Abbasi xəlifəsinin sultan hakimiyyətini tanıdı. Bu da yanlış olar. Böyük Moğol dövləti, burada Delhi sultanlığı idi. Monqol hücumlarının qarşısı tamamilə alındı. Bəli, doğru cavabımız D variantıdır. Çünki Ələddin Xələcin dövründə Monqol hücumlarının qarşısı tamamilə alınıb, ölkə və Aydalla birləşib. 32-ci sualda Atabəylər dövlətinin tarixinə aiddir. 11-ci əsrin 30-cu illəri yaranması. Bu bir yanlış olar. Çünki Atabəylər dövləti 1136-cı ildə yarandığı üçün burada 12-ci əsrin 30-cu illəri ola bilər. Ona görə bir rəqəmi yanlışdır. Şirvanşahlar dövlətinin asıla salınması, bəli, Atabəylər dövlətinə aid ola bilər. Axistan dövründə Dəbil şəhərinin azad edilməsi də ola bilər gürcülərlə mübarizə. Tiflis müsəlman əmirliyi məğlub edilməsi 1122-ci ildə Tiflis müsəlman əmirliyi süqut etdiyi üçün biz bunu götürməyəcəyik. Ona görə də 4 rəqəmini də aradan götürürük. Sualın doğru cavabı C variantı olacaq. Digər 33-cü sualda Axund dövlətinin fərqli olaraq Qaraxanlı və Qəznəvi dövlətindən söhbət gedir. Aşinə türk soyuna mənsub olması, deməli Qaraxanlılar İslam dinini qəbul edilməsi, Mərkəzi Asiyada meydana gəlməsi. Mərkəzi Asiyada meydana gəlməsi ortaq cəhətdir. Ona görə də bir də aşinə soyuna mənsub olmaları bu yanlışdır. Deməli, birdə A və C olan variantlar yanlış olar. Burada da baxırıq. Digər Qəznəvilər dövləti insanın bir hissəsini tabe etmişdir, doğrudur. Samanilərə qarşı mübarizə aparıb, bəli, Qaraxanlarla bir də Samanilərə qarşı vuruşub. Amma Axundlarla ortaq cəhət olduğu üçün A variantını götürməyik. Ona görə də 2-də də A yanlış olar. Sualın doğru cavabı burada 1-də B olur. 2-də isə deməli, yeniden diqqətlə baxaq. Burada Hindistanın bir hissəsini tabe etmişdi. Axundlardan fərqli olaraq Qəznəvilər dövləti A. 2-də A olan variant yanlış olar. 2-də A olan variantı yanlışdır. Çünki bu Axund dövlətindən fərqli olaraq deyir. Ona görə də A çıxırılır. 2-də A. Mərkəzi Asiyada yaranması C-də, 1-də C olan yanlış olar. Burada deməli 1-də olur aşina türk soyuna mənsub olması, yəni AB. 2-də isə Samanilərə qarşı vuruşması və Abbasilər xilafətinin zəifləməsi nəticəsində yaranması. Deməli BC uyğun cavabımız D variantı olacaq. Digər 34-cü suala baxsaq, burada qeyd edilir ki, daş dövründən fərqli olaraq Tunc və Dəmir dövrlərində deməli insanların fəaliyyətinə aiddir. Əkinçiliklə yanaşı sənətkarlıqla da məşğul olurdular. Deməli, sənətkarlığın daş dövründən fərqli olaraq Tunc və Dəmir dövründə sənətkarlığa məşğul olması ortaq cəhətdir. Bu təsərrüfatda xışdan istifadə edirlər. Bəli, Tunc dövründə xışdan istifadə olunur. Bağçılıq və üzümçülükdən məşğul olurlar. Götürə bilərik. Oturaq həyat deməli daş dövründə də mövcud idi. Dini ayinlərin həyata keçirmək üçün ibadət evləri də mövcud idi. Ona görə də sualın doğru cavabı 2, 3, 5, yəni C variantında uyğun cavab verilir. 35-ci sualda qeyd edilir ki, qədim Hindistana aid olanları müəyyən edin. Bakıda İskəndərin hücumuna məruz qalması, bəli, 327-ci ildə məruz qalıb. Romanın hücumuna məruz qalmayıb, yanlışdır. 2-ci minillikdə köçəri ari tayfalar məskunlaşıb, doğrudur. 2-ci əsrdə Maurya sülaləsinin hakimiyyətinə son qoyulması, eradan əvvəl 2-ci əsrdə, bəli, 186-cı il götürə bilərik. 6-cı əsrdə 3-cü Daranın ordusu tərəfindən işğal edilməsi yanlışdır. Bu 1-ci Dara hücum edib. Ona görə də sualın doğru cavabı 1, 3, 4, yəni D variantı doğru cavab olacaq 35-ci sualda. Və növbəti 36-cı suala baxsaq. Burada qeyd edilir ki, xəritədə Uluzda şərələnmiş rayonlarla bağlı ümumi cəhəti müəyyən edin. Uluzda göstərilən ərazilər deməli Xocavənd və Xocalı rayonlarıdır. Lokal antiterror əməliyyatı nəticəsində ərazisi tam şəkildə azad edilmişdir. Biri götürə bilərik. 10 noyabr bəyanatına görə Azərbaycana qaytarılmışdır. Xeyr, bu Kəlbəcər, Laçın və Ağdam rayonlarıdır. Götürülmür, 2 yanlışdır. Vətən müharibəsindən sonra ərazilərin hava limanı deməli Füzuli
Zəngilan və Laçın rayonlarındadır. Deməli 3 də ola bilməz. İkinci Qarabağ müharibəsinin gedişində mərkəzində Azərbaycan bayrağı dalğalandı. Bu da yanlışdır. Antiterrorda idi. Birinci Qarabağ müharibəsində ərazilər tam şəkildə işğal olmuşdu. Doğrudur. Deməli biz burada 1 ilə 5, yəni A variantını doğru cavab götürə bilərik. 37-ci sualda Qarabağ xanlığı Quba xanlığına aid olan xüsusiyyətləri bizdən istəyir. 19-cu əsrin 30-cu illərində müstəmləkə zülmünə qarşı üsyanın baş verməsi bu Quba xanlığına aiddir. 1837-ci ildə Urmiya xanlığından asılı vəziyyətə düşməsi təbii ki Qarabağ xanlığına aid olacaq. Georgievsk şəhərinin Rusiya ilə müqavilə imzalanması Lənkəran və Quba xanlıqları Cəbəndi Quba xanlığına aid olar. Səfəvilər dövlətinə qarşı mübarizə xanlıqlar dövründə Səfəvilər dövləti mövcud deyildi. D variantı yanlışdır. Kürəkçay müqaviləsini Rusiya ilə Kürəkçay müqaviləsini Qarabağ xanlığı imzalayıb. Ona görə də burada bir də B-yə 2-də deməli 1-də olur Urmiya xanlığından asılı vəziyyətə düşməsi, B-Y, 2-də isə A-C cavabı uyğun olacaq. Burada isə Y və AC cavabları, yəni yalnız bir variant uyğun gəldi. Daha doğrusu bircə diqqət yetirək. Bir şeyi diqqətdən qaçırmışıq ki, 19-cu əsrin 30-cu illərdə müstəmləkə zülmünə üsyan baş verib Quba xanlığı deyir. Ona görə də biz burada A variantını Quba xanlığına götürməliyik. Bu yanlışdır. Quba xanlığı çünki 1810-cu ilə süqut etdiyi üçün uyğun deyil. Ona görə də burada B-Y və C variantı olar. Deməli bir də B-Y olacaq. B-Y Kürəkçay müqaviləsi, Urmiya xanlığı Kürəkçay müqaviləsi. Deməli B-Y 1-ə aid olar. 2-də də C variantı olar. Deməli uyğun cavabımız D variantı olar. 38-ci sualda qədim Romanın 2-ci əsr tarixinə aiddir. Xristianlığın rəsmi din qəbul edilməsi 313-cü ilə aid olduğunu götürmürük. Albaniya dövləti ilə diplomatik əlaqələrin saxlanması ola bilər. Məsələn, Adrianın dövründə Albaniya Roma arasında diplomatik əlaqələr olub. Ona görə də biz burada B variantını uyğun götürürük 38-ci sualda və 39-cu suala baxsaq, Sacilər və Salarilər dövlətinə fərqli olaraq Rəvadilər dövlətinə aiddir. Şirvanşahlar dövlətinin özünə asılı vəziyyət salması Sacilər və Salarilərə aiddir. Səlcuqların hücumuna məruz qalması. Bəli. Bunu biz Sacilər və Salarilərə uyğun götürməliyik. Çünki Sacilər 941, Salarilər 981-ci ilə süquta uğradığı üçün Səlcuqluların yürüşünə məruz qalmamışdı. Amma Rəvadilər dövləti 1054-cü ildə Səlcuqların asılılığını qəbul etmişdi. Azərbaycanın cənubunda yaranması oxşardı. Bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər və Salarilərdə şimal sərhədini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi. Bu da Sacilərə aiddir. 40-cı sualda 15-ci əsrdə Teymurilər dövlətindən fərqli olaraq Osmanlı dövlətinə aiddir. Qızıl Ordu dövləti ilə normal münasibətlərin saxlanması. Teymurlərdən fərqli olaraq bu 15-ci əsrdə Teymurlər Qızıl Ordu münasibətləri normal halda idi. Şahrıxın dövründə Səfəvilər dövləti tərəfindən məğlub edilməsi. Teymurilər dövləti Osmanlı dövləti 15-ci əsrdə deyirsə, Səfəvilər dövləti 15-ci əsrdə mövcud deyildi. Ağqoyunlu dövlətinin məğlub edilməsi. Teymurilər dövlətinin fərqli olaraq 15-ci əsrdə deməli Ağqoyunlu dövlətini məğlub edib. Bəli. Məsələn, deyək ki, Əbu Səid məğlub olmuşdu, amma Osmanlı dövləti 2-ci Mehmet Ağqoyunlu Uzun Həsəni məğlubiyyətə uğratmışdı. Ona görə uyğun cavabımız C variantı olar. Digər 41-ci sualda qeyd edilir ki, yəni burada bu sualımızda qeyd edilir ki, düzgün cavabı müəyyən edin. Saint-Germain müqaviləsi imzalanması Almaniyanın Avstriya ilə birləşməməyə öhdəsinə götürməsi. Bu Versal ola bilərdi. Biri götürmürük. Millətlər Cəmiyyətinin mandat sistemi yaradıldı. İngiltərənin yaxın şərqdə bəzi ərazi nəzarəti altına keçirdi. Bəli, düzdür. Məsələn, İraq ərazisini ələ keçirib yaxın şərqdə. Vaşinqton konfransı çağırıldı. Fransa, Almaniya və Belçika sərhədlərini müəyyən etdi. Bu Lokarno konfransıdır. Bu yanlışdır. Ola bilməz. Trianon sülhü Macarıstan təzminat ödədi. Doğrudur. Deməli 2-4 uyğun cavabımız C variantında verilib 41-ci sualda və növbəti 42-ci suala baxsaq, burada qeyd edilir ki, xəritədə ulduzla göstərmiş dövlətlərin tarixinə aid olan cəhətdir. Bu İngiltərə və Fransa ərazisi göstərilib. Kəndi üsyanları baş vermək. 100 illik müharibə dövrü kəndi üsyanları baş verir. Belə uyğun cavabımız A variantıdır. Norman tayfalarının məskunlarının başlaması yanlışdır. Xaç yürüşləri
Şərqə doğru xaç yürüşlərinin təşkil edilməsi. Tarixində 100 illik müharibə dövründə deyirsə, xaç yürüşləri deməli 12-ci əsrdə bunlar təşkil ediliblər. Roma papasının vassalatlığının qəbul edilməsi, deməli bu təbii ki, İngiltərə aiddir. Reformasiya hərəkatının qələbə ilə sona çatması. Bunda reformasiya hərəkatının qələbə ilə sona çatması bunlara aid deyil. Kənli müharibəsi. Reformasiya ümumiyyətlə 100 illik müharibə dövründə deyil, 100 illik müharibədən sonraki dövrə aiddir. Ona görə də A variantı uyğun cavablar. 43-cü sualda Ərəb ağalığı dövründə Azərbaycana aiddir. Əbu Müslimin başçılığı ilə xalq çıxışlarının baş verməsi doğrudur. Bu Əməvilərə qarşı idi. Vergilərin məhsullandığı torpaq sahəsinə görə alınması Abbasilərin dövrünə də götürə bilərik. Şamaxıda Cümə məscidi inşa edildi. Böyük Cümə məscidi 8-ci əsrdə vergilərin məhsulla deyil, torpaq sahəsinə görə alınırdı. Məhsulla deyil, yox, vergilərin məhsulla deyil deyir, torpaq sahəsinə görə alınır. Məhsulla alınırdı əslində. Torpaq sahəsinə görə alınmaq bu yanlış. Şamaxıda Böyük Cümə məscidi inşa olundu, doğrudur, 8-ci əsrdədir. Müsəlmanlar bütün vergilərdən azad edildi, bu yanlışdır, ola bilməz. Ticarət mərkəzləri olan Rabatlar. Rabatlar ticarət mərkəzi deyildi. Bunlar hərbi məskənlərdir. Ona görə də sualın doğru cavabı 1 və 3 olacaq. Bir də 4 ilə 5 ümumiyyətlə yanlışdır. 4, 5 ola bilməz. Deməli, burada 2 ilə 3 və yaxud vergilər məhsulla deyil, torpaq sahəsinə görə alınırdı. Əbu Müslimin başçılığı ilə üsyan baş vermişdi. 2, 3, yalnız 3. 2, 3. Bir də yalnız 3 deyir. Məhsulla deyil, torpaq sahəsinə görə alınırdı. Məhsulla deyil. Məsələn, torpaq sahəsinə görə bu Abbasiləri götürə bilərik. Əbu Müslim başçılığı xalq çıxışları baş verdi. Yəni, burada 2, yalnız 2 ola bilməz. Burada 2 ilə 3 götürürük. Yəni, A variantına uyğun cavab götürürük. 44-cü sualda Eylərbin diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 1-ci Dünya müharibəsi dövründə dövlətlər, deməli 1-ci Dünya müharibəsi dövründə monarxiyanın devrilməsi. 1-ci Dünya müharibəsi dövründə monarxiya devrilən Almaniyadır. A, Almaniyaya aid olar. Mərkəz dövlətin tərkibində olması, Marna döyüşündə məğlub olan, yenə də Almaniyada 1-ci Dünya müharibəsində. Deməli, AC 1-ə aid olar. Deməli, 2-də Kütül-Amara döyüşündə qələbə qazanması D-dir. Və 3-də də A variantıdır. Monarxiyanın 3-də də B variantıdır. Daha doğrusu mərkəz dövlətinin tərkibində olmasa. Yəni B uyğun cavab olacaq. AC, D və B. Yəni A variantı uyğun cavab olacaqdır 44-cü sualda. Və növbəti 45-ci suala baxsaq. Burada qeyd edilir ki, Osmanlı dövlətinin 18-ci əsrin ikinci yarısı üçün səciyyəvidir. Nadir Şah Əfşarla sülh müqaviləsi imzalanması. Nadir Şah Əfşarla 1743-də müqavilə bağlanıb, lakin bu 18-ci əsrin ikinci yarısına aid deyil. Rusiya ilə aparılan müharibədə məğlub olması, bəli, 1787-94 və yaxud 1768-74 Kiçik Qaynarca sülhü ilə deməli müharibənin nəticəsi Kiçik Qaynarca və Yassı sülhü ilə yekunlaşdı. 2 aiddir. Kipr adasının fəth edilməsi. Kipr adasının deməli 1571 olduğu üçün bu da aid deyil. Ağaməhəmməd xan Qacarla diplomatik əlaqələrin yaradılması. Bunu götürə bilərik. Avropa nümayəndə nazirlərin yaradılması 2-ci Mahmudun dövrünə aid olduğunu götürmədik. Deməli, sualın doğru cavabı 2, 4 və A variantı uyğun cavab olar. 46-cı suala baxsaq, burada qeyd edilir ki, Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə yaradılan milli hökumətin fəaliyyətinə aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin əməkdaşlıq edilməsi bir yanlışdır. Həm də iyul aylarında yaradıldığı üçün burada Azərbaycan Xalq Cümhuriyyəti heç bu dövrdə mövcud deyildi. Milli Qvardiyanın yaradılması var idi. Konstitusiya qəbul olunmayıb. 3 də yanlışdır. Azərbaycan dilinin bütün İranda rəsmi dilə çevrilməsi də yanlışdır. Burada Təbrizdə pulsuz qız məktəbinin açılması uyğundur. Uyğun cavabımız 2 və 5, yəni Y variantı uyğun cavab olar. 47-ci sualda qeyd edilir ki, hadisələrin hansılarının yerindəyişsə düzgün xronoloji ardıcıl alınır. Gəncədə Bəndərin başlıqlı üsyan olub 1231. Elxanilər dövlətinin yaranması 1258. Deməli, Ani Monqol xaqanının tərkibinə qatılması 1239. İngiltərədə ilk parlament 1265. 100 illik müharibənin başlanması isə 1337-ci ildə olmuşdu.
İndi burada uyğun cavabları istəyir bizdən. Məlum məsələdir ki, burada 2 ilə 3-ün yerini dəyişsək, 2 ilə 3-ün yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınır. Burada da A variantında öz əksini tapıb. 47-yə baxdıq, növbəti 48-ci suala baxsaq. Burada qeyd edilir ki, Səfəvilər dövlətinin tarixinə aid olan ümumi sxemi tamamlayın. Əhali və əmlakı siyahıya alındı. İsfahan Əfqanlar tərəfindən tutuldu. Bu Şah Sultan Hüseynin dövrünə aid olan hadisələri sadalayır. Dövlətin keçmiş qüdrəti bərpa edildi. Yanlışdır. Sənətkarlar bütün vergilərdən azad edildi. 2-ci Abbasa aiddir. Stefan Razinin yürüyüşü Şah Sultan Süleymana aiddir. Ustacilərin mənafeyinə uyğun müqavilə bağlandı. Bəli, bu 1713 və 1717-ci ildə olan müqavilədə göstərilib. Ona görə D variantı uyğundur. 49-cu sualda Əli Mərdan bəy Topçubaşova aiddir. Qeyrət Partiyasının yaradıcısı olması Xeyir Ələkbər bəy Rəfibəylidir. Xüsusi Cənubi Qafqaz Komitəsinin Azərbaycanlıları təmsil etmişdir. Məmməd Yusuf Cəfərovdur, 2 də ola bilməz. Vaborq bəyannaməsini götürə bilərik. Sədrliyi ilə Bakıda müəllimlər qurultayı keçirildi. Yanlışdır. Tiflis konferansında Daşnəsütün Partiyasının niyyətini ifşa eləmişdi. Doğrudur. Deməli, burada 2 ilə deməli, uyğun cavabımız 3 ilə 5 olur. 3 ilə 5 D variantında göstərilib. Digər bir sual. 50-ci sualda Ağqoyunlu Bayandurlu dövləti ilə bağlı deməli, qeyd edir. Həsən Padşaha aid olan xüsusiyyət Muş döyüşündə ümumiyyətlə Ağqoyunlu dövləti mövcud deyildi. A-nı götürmürük. Şərqi Gürcistanı tabe edib, bəli, Həsən Padşaha idi. Səfəviləri məğlub etməz. Səfəvilərlə müharibə aparmayıb. Yanlışdır. Yaqub aid Ərdəbil hakimliyinin məğlub etməsi, bəli, Şahdağ döyüşündən sonra Şirvanşahlarla müttəfiq olub. Doğrudur. Osmanlı dövləti müharibə aparmayıb. Yanlışdır. Deməli, 1-də B, 2-də AB uyğun cavabımız A variantı olur. 50-ci sualda və 51-ci suala baxsaq, burada qeyd edilir ki, Alban hökmdarı 3-cü Mehmet Vaçaqanın daxili siyasəti, bu daxili siyasətdən söhbət gedir. Səsənlər dövlətinə ödənilən vergilərin azaldılması deyil, yeni kilsələrin tikilməsi və kilsə məktəbinin açılması doğrudur. Xristianlıq ölkə arasında rəsmi din elan olunması Urnayrın dövrünədir, bu yanlışdır. Paytaxt Bərdəş ölçülməsi 2-ci Vaçenin dövrünə aiddir. Dövlətin siyasi və mədəni cəhətdən inkişaf etməsi uyğundur. Deməli, 2 ilə 5 D variantı uyğun cavab olur. 52-ci sualda memarlıq abidələrinin heç birinə aid deyil. Qüvvət-ül-İslam, Mərdəkan qalası Möminə xatun. Qüvvət-ül-İslam Hindistanda yerləşir, Mərdəkan Bakıda, Möminə xatun Naxçıvanda yerləşir. 12-ci əsrdə olub, bəli, bu var. Müsəlman intibahına aiddir. Şirvanşahlar dövlətinə aid olan, bu da deməli, Şirvanşahlar dövlətinin, bəli, məsələn, Mərdəkan qalasını götürmək olar. Naxçıvan şəhərində yerləşir, Möminə xatun götürüb. Deməli, Osmanlılar tərəfindən inşa edilmişdir. Y variantı yanlışdır. 53-cü sualda Şah 1-ci Təhmasibdən fərqli olaraq 1-ci Abbasın hakimiyyət dövrünə aiddir. Avropa ilə diplomatik əlaqələr saxlanması. Bəli, 1-ci Abbası götürmək olar. Mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyi 1593-də yaradılıb. Düzdür. Osmanlının məğlub edilməsi ortaqdır. Təbrizdə Cəlali hərəkatının ilk böyük çıxışların baş verməsi də götürə bilərik. 1591 Şəki hakimliyi ləğv edilməsi Təhmasibə aiddir. Deməli, burada da uyğun cavabımız olar 1, 2 və 4. 1, 2, 4 uyğun cavab olar. 54-cü sualda xronoloji ardıcılı müəyyən edin. ABŞ-da strateji müdafiə təşəbbüsünün elan edilməsi 1983. Britaniyanın Avropa Birliyinə ayrılması 2020. Enoji sazişəsi 1974. Soyuq müharibənin başlatması 1991-ci ildə aid olduğu üçün əvvəlcə olur burada 1, sonra 3, daha doğrusu 1 dəqiqə yenidən də yazaq. 1 yox, daha doğrusu 3 olur. 3, sonra 1, 3, 1, 4, 2 olur. Doğru cavab 3, 1, 4, 2. 54-cü sualda və növbəti 55-ci sualda baxsaq. Burada qeyd edilir ki, Şimali Azərbaycanda 1840 və 1860-cı illər arası dövrə uyğun gəlir. Rəhtar vergisi 1836-da ləğv olmuşdu. Hərbi vergi 1887-ci ilə aiddir, götürmürük. Qafqaz canişinini götürə bilərik 44-də. Qəza məktəblərini götürə bilərik. Bu dövrdə qəza məktəbləri də vardı. Müəllimlər seminariyası isə 1879-cu ildə açılıb. Bunu da götürmürük. Deməli, 3 ilə 4 uyğun cavab olur. 56-cı sualda Manna dövlətindən fərqli olaraq Albaniya dövlətinə aiddir. Yunan yazısından istifadə edilməsi götürə bilərik bunu. Qeyri-məhdud hökmdar hakimiyyəti məcbur olması, bu ortaq cəhəti olduğu üçün götürmürük. Ərazisinin türk tayfaları məskunlaşması ortaq cəhətdir. Təsərrüfata kullanılmayan istifadə edilməsi
deməli, qul əməyindən istifadə edilməsini də götürək. Deməli, 1-ci milin ikinci yarısında yaranmasının da qul əməyindən təsərrüfatda qul əməyindən istifadə edilməsi, bir də 1-ci milin ikinci yarısında yaranmasını götürə bilər. 4-cü əsrdə 2-ci miniyə aid bir 4-5 olur. 57-ci sualda burada Heydər Əliyevin hakimiyyət dövrü, İlham Əliyevin hakimiyyət dövrünə uyğun olanları götürürük. 3-cü Respublika dövrü, yəni 1991-ci ildən sonraki dövrə aiddir. Burada 1-2 yazıb uyğunlaşdıraq. Məişət kondisionerlər zavodu 1975-ci ilə aid olduğu üçün 3-cü Respublikaya aid götürmürük, A-nı çıxırıq. Konstitusiya Məhkəməsi 1998-də aid olduğu üçün Heydər Əliyevin dövrünə aid düşür. B bəndi 1-ə aiddir. Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin istifadə verilməsi 1999-cu ildədir. Deməli, 99-cu ildə kəmərin istifadə verilməsi, daha doğrusu 2006-cı ildə istifadə verilib, İlham Əliyevin dövrünə düşür. ATƏM-in qoşulması 92-ci ildədir. Bu heç birinə aid deyil. Asan xidmət isə 2012-ci il 13 iyun tarixində olduğu üçün İlham Əliyevin rəhbərliyi dövrünə düşür. Deməli, B və C uyğun cavabdır. Situasiya tipli tapşırıqları isə özünüz rəylərdə yaza bilərsiniz. Və burada mən sizin üçün qeydləri göstərirəm. Buna uyğun olaraq siz burada öz qeydlərinizi apara bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik.